Qazananda sevinmə, xərcləyəndə sevin. Varlı olmaq hünər deyil. Qarun da varlı idi. Quran deyir ki, cəhənnəmin dibinə getdi. Varlı olmaq üçün ona görə sevin ki, əlim asılacaq, nə qədər hacəti olanların hacətini yerinə yetirəcəm. Varlı gələndə sevinmə, gedəndə sevin, xərcləyəndə sevin ki, artıq şükrünü yerinə yetirə bildin. Şükrünü yerinə yetirə bildin. Nə qədər boş şeylərə sevinsəz, bax mən sizə kiçik qardaşınız kimi deyirəm, nə qədər boş şeyə həyatda sevinsən, mütləq əvəzini qəmlənəcəksən, mütləq. Boş şeylərə də qəmlənəcəksən. Sən aram yaşaya bilməyəcəksən. Sən təriflədilər səni, sən üçün yaxşı oğlansan, sən filan, təriflədilər, sevindin, bil ki, burnundan gələcək o. Yersiz sevindin, burnundan mütləq gələcək, yersiz təhqir eşidəcəksən. Qaçılmazdır bu. 5 nəfər səni alqışladı, sevindinsə, mütləq səni həyat o sevinci burnundan gətirəcək. Çünki sevincin yersizdir. İstəyirsən rahat yaşayasan, boş şeylərə sevinmə. Bəs niyə sevinəyik? Bizi tərifləyirlər, kef eləyirik, pul qazanırıq, kef eləyirik. Bəs nəyə sevinək? Mən demirəm, qorxuram moizə kimi görsənər. Sən boş şeylərə sevinmə, sonra görəcəksən adam nələrə sevinir, özünü hiss eləyəcəksən.